Aleyküm değerli Müslümanlar, Mizan Yardım Qrupunun üzvləri, Allah sizə bərəkət versin. Hər həftə olduğu kimi yenə də Mizan Yardım Qrupu tərəfindən 50 ailəyə ərzaqlar alınıb, paketlənib və inşallah paylanılacaq. Bir zəhmət Zarzan, çək bunları. Gördüyünüz bu paketlər ehtiyaclı, zəif, xəstə, yaşlı, kirayədə yaşayan, zəif, xəstə olan müsəlmanlara, ailələrə veriləcək Allahın izni ilə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, dul qadınlara və kasıblara, miskinlərə yardım edən kimsə, Allah yoluna vuruşan mücahid, gecələri gecə namazı qılan, gündüzləri isə oruç tutan kimsə savab qazanar. Allah sizə bərəkət versin. Bu elanı, bu videonu yayın. Allah sizdən razı olsun, malınıza bərəkət versin. Əssəlamu aleykum. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün fevral ayının 7-si 2026-cı il. Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb, paketlənib, gün ərzində paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün fevralın 8-i 2026-cı il. Masazır, Binəqədi, Xırdalan ərazilərinə olan ərzaqlarımız maşına yüklənib, gün ərzində paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına bərəkət versin.